Bu bir Səmərqənd vloqudur. Daşkənddən Səmərqəndə qatarla getdik. Lakin öncə onu deyim ki, bir dəqiqə fərqlə ilk qatarımıza gecikdik. Nə qədər qaçsaq da çata bilmədik. Əlavə ödəniş edib ondan sonraki qatarla yola düşdük. Səmərqəndə 3 saatdan sonra çatdıq. Açığı Səmərqəndi Daşkənddən daha çox bəyəndim. Çünki buradan daha çox tarix qoxusu almaq olur. Bildiyiniz kimi Səmərqənd qədimdən bəri Böyük İpək yolunun üzərində yerləşib. Öncə gəldik bu Orta Asiya İslam memarlığının möhtəşəm nümunələrindən biri olan Registan meydanına. Registan sözü fars dilindən tərcümədə qumlu yer deməkdir. Çünki qədimdə buralar qumluq olub. Buranın ən parlaq dövrü Əmir Teymur və varislərinin zamanında olub. Meydanın ətrafında 3 böyük mədrəsə yerləşir. Uluqbəy mədrəsəsi, Şirdar mədrəsəsi və Tilləkari mədrəsəsi. Uluqbəy Əmir Teymurun nəvəsidir və eyni zamanda böyük alim və astronom olub. Şirdarın mənası isə aslanlı deməkdir və fasadında günəş üzərində aslan təsvirləri var. Bu da İslam memarlığında nadir haldır. Registan meydanı 2001-ci ildə UNESCO-nun Dünya İrsi siyahısına daxil edilib. Biraz dincəldikdən sonra üst tutduq Əmir Teymurun məqbərəsinə. Əmir Teymur Orta Asiyanın ən böyük fatihlərindən biri olub. Özü oxuma yazma bilməsə də nəvəsi Uluqbəy alim idi. Bizə öncə səhv qəbir göstərdilər. Sonradan bir Azərbaycanlı polis bizə doğru yeri, yəni Qəbri Gür Əmir məqbərəsini göstərdi. Əslində bura Teymurun nəvəsi Məhəmməd Sultan üçün tikilsə də, sonradan Teymurun özü də burada dəfn edilir. Məqbərədə ümumi 6 məzar yerləşir. Lakin yalnız Teymurun qəbrinin üzəri yaşıl nefrit daşla bəzədilib. Qəbri Gür Əmir məqbərəsi də UNESCO-nun irsi siyahısına daxil edilib. Buradan sonra getdik yemək yeməyə. Bu dəfə ürəyim milli yemək istəmədi. Yaxınlıqda KFC var idi. Onu deyim ki, qiymətlər hədsiz ucuz idi. Menyular 6-7 manat arası idi. Bu qədər məhsula 12 AZN ödəniş etmişdim. Buradan da artıq yavaş-yavaş tərpənmək vaxtı gəlmişdi. Videomu səbr edib sona qədər izlədiyiniz üçün çox sağ olun. Artıq növbəti dəfədə son videomu paylaşıb bu seriyanı bitirməyi düşünürəm.